Bugün 7 sınıfı ilə oyunla ümumiləşdirici dərs keçirdirik. Bu ümumiləşdirici dərsdə suallardır və suallar qruplar üzrə keçiriləcəkdir. Hər qrupdan sona kim qalacaqdır, onların arasında da ümumi yarış keçiriləcək. Başlayaq. Gülə-gülə. Elbrus vulkanının hündürlüğü nə qədərdir? 5,42. Doğrudur, əyləş bir pilot. Kobe şəhərində nə qədər insan yaşayır? 3 Minus. Xeyr, 10 milyon. Yer qabığında hansı qatlar var? Yer qabığının altında nüvə. Yox, o yerində axır qatlardır. Yer qabığının özünün qatlarını istəyir. Kontinentin altında olan. Bazalt, qranit, çökmə. Mütləq mümkün nədir? Yəni hər bir koordinatın mütləq şəkildə göstərilməsi. Dəqiq yəni. Bəli, doğrudur. 2 plus var bu sırada. Azərbaycan dəmir yolu hansıdır? Bilirsən. Bakı, Tbilisi, Qars. Nicat, buyur. Oxu. 6 mindən çoxdur. Oxu da. Singapurun əhalisinin sayı nə qədərdir? 6 min yox. 6 milyondan. Ay sağ ol, aferin. Bu sırada 3 tane pilotumuz var. Düzdürmü? Düzgün cevap verənlər əllərini qaldırsınlar. Yer qabığının ən qalın yeri hara uyğun gəlir? Hardadır? Haradır konkret? Kontinent. Hansı dağdır? Himalay. Bəli. Usta seçirəm. Fərqi yox. Strokkur geyseri harda yerləşir? Reykjavik. Hardadır? Hansı ölkə? Reykjavik hansı ölkəydi? Qəbul edirəm, yaxşı. Reykjavik şəhərində İslandiyadadır. Tamam. 2 pilotumuz var. Kobe şəhərində dəhşətli zəlzələlərdən biri nə zaman baş verdi? 1990. Nə var? 1993-cü Yox. Minus. Dünyadakı ən böyük palçıq vulkanı hansıdır? Bilirsən? Əzmə. Bilmirsən. Torağay, Azərbaycanda. 2 pilotumuz var hələ ki ikinci sırada. Xarici nüvə nəyə görə ərimiş? Ərişə haldadır. Ərikdə haldadır. Mən çünki istidir. Yox, daxil nüvə daha istidir ona qalında. Çünki kipliyi daha azdır. Deməli, ikinci qrupdan 2 dənə pilotumuz qalır. 2 dənə pilotumuz oldu. Pilosu olanlar əllərini qaldırsınlar. Tamam, başladıq 3-cü qrupla. Yaponiyada neçə Seismograf cihazı quraşdırıldı. Yox. Minus 5 milyon. Qarabağ vulkanının yayılması hansı vulkanlara rast gəldi? Qarabağda bu hansı vulkanik Qarabağ vulkan yaylasında hansı vulkana rast gəldi? Minus bilmədim. Singapurun niyə çox millətli ölkədir? Mənim onun tərkibində başqa ölkələr var. Başqa? Başqa xalqlar var. Bəli. Nisbi mövqe nədir? Yəni necə mövqe? Mən ərazinin yeri tam dəqiq bilmirəm. Ay sağ ol, doğrudur. 2 pilotumuz var. İsrail necə adlanır? Yəni vulkanlar adı. Düzdür. 3 pilotumuz var. Seismografiya sistemi sayəsində neçənci ildə itkilər azaldı? Mən bilmirəm. Mən 1990. Hələ ki 3 pilotumuz var. 2011. Siyasətlərdə yerləşir. Hansı ölkədə? Doğrudur. Litasların bölündüyü iri parçalar nə adlanır? Tektonik satlar. Və tasvir. Litasın havaları. Ay sağ ol. Burada düzgün cavab verənlər əllərini qaldırsınlar 3-cü sırada. 4-cü qrupdan davam edirik.
yer qabığının qalınlığı nə qədərdir? 5 ons. Düzdür. Singapur hansı limanı dünyanın ilk onluğuna Changi. Hə. 2 pilosumuz var. Ölkəmiz Ermənistan ilə nə qədər məsafədə yerləşir? 1000 nə qədər? 1500. Yox. Tam cavab vermədiyinə görə saymır. 1007 kilometr. Sistemini gəmi yükdaşımalarına tətbiq edən ölkələrdən biri hansıdır? Hansı ölkəcisi tətbiq eləmişdi gəmi sisteminə? Bilmədin? Norveç. Singapurun tərkibində Çinlilər neçə faizdir? Xeyr. Yanlış cavab. Bu sırada neçədən 2 dənə pilsumuz var elə ki? Kobe şəhərində nəyə görə çoxlu yanğınlar baş verdi? Zəlzələdən sonra niyə orada çoxlu yanğın oldu? Ben çünki olmaz. Xeyr. Yanlış cavab. 4-cü qrupla da tamamladıq və bununla da bizim 1-ci mərhələ tamamlandı. 4-cü qrupu da tamamladığımıza görə hələ ki nizam hesabımıza dəymirik, amma 1-ci mərhələnin sonu olaraq 1-ci qrupdan 3 dənə düzümüz oldu, 2-ci qrupdan 2 düzümüz oldu, 3-cü qrupdan 5 düzümüz oldu, 4-cü qrupdan isə 2 düzümüz oldu. 2-ci mərhələ ilə yenidən 1-ci qrupdan davam edirik. Düz olanlar artıq cavab verin. Götürün. İslandiyanın paytaxtı haradır? İslandiyanın paytaxtı. Bilmədim. Reykjavik. Reykjavik vulkanı neçənci ildə püskürdü? 1900 Yox. 2010-cu ilin aprelin Düzdür. 14-ü. Chiappas'ın koordinatları hansılardır? Bilmirəm. Deməli, Nicat suala cavab vermədi və bizim 1-ci qrupdan yalnız bir nəfərimiz qaldı, o da Xəzər. İndi 2-ci qrupda 2 nəfərlə davam edirik. Yerin daxilində neçə əsas təbəqə var? Hansılardır? Yer qabığı, mantia, necə? Doğrudur. San Francisco harda yerləşir? Amerika Birləşmiş Ştatlarında. Doğrudur. 3-cü qrupla davam edirik. Buyurun. 5 nəfərimiz var burada. Azərbaycan hansı ölkələrlə Sudan həmsərhəddir? Qazaxıstan, Qırğızistan. Yox. Sevirəm adı. Türkmənistan. Doğrudur. Singapur Malazya ilə ayıran boğazın adı Singapur. Xeyr. Bilmədim. Kohor. Singapur boğazı İndoneziyadan ayrılacaq. Sönmüş vulkanlar hansı vulkanlardır? Aktif olmayan. Yəni, biləməm. Bilməm, düzdür, kifayətli qəbul olun. Sevmol tutulası var. Əsasən hansı ərazilərdə? Əyləş, hələ 2 düzümüz var. Yuliya Kolbun vulkanı harada yerləşir? Ant dağlarında. Düzdür, Ant dağları hansı materikdədir? Hansı materik? Cənubi Amerika. Cənubi Amerikadadır, doğrudur. Olanlar əlini qaldırsın. 3 dənə düzümüz var 3-cü qrupdan. İndi 4-cü qrupumuzda neçə nəfərimiz qalmışdı? 2 nəfərlə. Davam edirik. Azərbaycan hansı regionda yerləşir? Deməli, Asiyanın Avropanın qurşağında Cənubi Qafqaz. Deməli, ikinci mərhələmizin sonu olaraq qiymətləndirmə ilə davam edirik. 1-ci qrupda 2-ci mərhələdən 1 nəfərimiz qaldı, 2-ci qrupdan 2 nəfərimiz qaldı, 3-cü qrupumuzdan 3 nəfər qaldı, 4-cü qrupumuzdan isə 2 nəfər qaldı. Və toplam olaraq bizim hal-hazırda 8 nəfərimiz qalıb və biz nə edirik? 8 nəfərlə artıq 8 nəfər arasında mübarizə aparırıq. Ən qalib olan qazansın. Deməli, oyunumuzu nə ilə davam edirik? Hər bir
uşaq bir suala cavab verir. Cavab verdiyi halda keçir təzədən qatarı davam edir. Cavab vermədiyi halda oturur əyləşir. Uduzmuş olur. Buyurun. Vulkanların altında olacağı yerin hansı təbəqəsində yerləşir? Daxili hansı təbəqəsində? Daxilində hansı təbəqədə yerləşir? Xeyr. Üst mankiyada yerləşir. Bəli. San Francisco hansı ölkədə yerləşir? Amerika Birləşmiş Ştatları. Həm onu dedi yaxı. Onu yenə Sərdən başlayır. İstəndidə aktiv olan həssas testlər var 29-dan çox. düzdür. Yox, keç. Hə. Vulkanın kraterinin temperaturu neçə dərəcə olur? 2000-3000 arası. Xeyr. Əyləş. Yellowstone vulkanı ardiyası şimalda mövcud. Chiapas hansı ölkədə yerləşir? Meksika. Qanın tərkibində malaylar neçə faizdir? 70%. Xeyr. Coğrafi mövqe neçə cür olur və hansıları 2 cür olur? Mütləq mövqe denizdir. Doğrudur. Dağların altında kontinent tipli yer qabığının qalınlığı nə qədərdir? Kontinent tipli yer qabığının yer qalınlığı nə qədərdir? Mənim Dağların altında deyir. dağların altında mən 70 kilometr. Singapur qlobal qüvvəsindən əyləşir. Dəniz ticarəti. Doğrudur. Bir də havalimanına. İslandiyada aktiv geyzerlərdən biri hansıdır? Düzdür. CIS sözünün açılışı nədir? Coğrafi informasiya sistemi. Okean yer qabının altında hansı qat yoxdur? Əksinə bazaltdan çəkmə var, qranit yoxdur. Konserdə bütün hansı proqramlar var? ArcGIS, QGIS, MapBooks, Google Earth. Aferin. Yer qabının üç hissələri hansılardır? İki kontinent, bir də okean. Doğrudur. Singapur İndoneziyadan hansı boğazla ayrılır? Singapur. Düzdür. Azərbaycan hansı ölkələrlə həm Ruslan, həm də Qurdan həm sərhəddir? Həm Ruslan, həm Qurdan İranla, bir də Rusya. Doğrudur. Ölkəmiz Rusiya ilə nə qədər məsafədə yerləşir? 391. İsti suyun tərkibi hansı mineral su ilə oxşayır? Hardaydı? Karlovu var. Hardaydı? Allah. Yox. Yox. Sayılmır. Amma Kar demədin. Karlova var idi. Çirkiyadakı. Karlov dedin ancaq. Sayılmır. Ölkəmiz İranla nə qədər? yine de iyi. İranla 795. 765. 765. İndi dedilər. 465. Yer qabının ən nazik hissəsi hansıdır? Daha. Yer qabın ən nazik yeri. Hansı çökəklikdir? Marian çəkəcək. Hə, o deyil, siz çəkəcək.